Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Son dövrlərin daha çox müzakirə olunan mövzularından biri də müəllimlərin məktəbdə daha çox qalmalarıdır. Bu zamana qədər müəllimlər dərs saatlarına görə maaş alırdılarsa, bu sistem dəyişilərsə, müəllimlər iş saatlarına görə maaş alacaqlar. 9-dan saat 18:00-a qədər müəllimlər dərsləri olmadı, məktəbdə olmalıdırlar, məktəbdə qalmalıdırlar və maaşları məhz buna görə hesablanacaq. Bu sistemin dəyişikliyinin müəllimlərə və şagirdlərə və yaxud da təhsilimizə kimə faydası var? Onu hələ demək çətindir. Amma bir məsələni deyə bilərik ki, bu sistemin təhsilin inkişafına qəti əlaqəsi yoxdur. Təhsilin inkişafından söhbət edə bilməz. Burada da yenə də Allah bilir ki, hökumət və təhsilə cavabdeh olan şəxslər hansı yuxunu görüblərsə, bu cür deməli qərar qəbul etməyə məcbur qalıblar. Mən sosial şəbəkələrdə, media üzərindən və xüsusən sosial şəbəkələrdə müəllimlərin bu qərara etirazını gördüm. Bir çox video qarşıma çıxdı, müəllimlər etiraz edirlər və ədalətsiz qərar olduğunu deməli qeyd edirlər. Əslində onu da mən deyim ki, indiki vəziyyətdə belə bir qərarın, belə bir sistemin məcburiyyəti ilə bağlı söhbət edə bilməz hələ ki. Amma hökumət belə bir deməli hökumət və təhsil sahəsinə cavabdeh nazirliklər, şəxslər belə bir məsələni ortaya atıblarsa, gec-tez bunu məcburi bir vəziyyətə gətirib çıxardacaqlar. Mən istəyirəm bu məsələdə ümumiyyətlə Azərbaycanın da vəziyyətin bu həddə gəlib çatmasında müəllimlərin roluna toxunum, rolu barəsində danışım. Bilirsiniz ki, Azərbaycanda bir ailə hakimiyyəti mövcuddur. Artıq 69-cu ildən bu günə qədər ortada bir neçə ili istisna etsək, 90-cı illərin əvvəllərin Əliyev tayfa rejimi Azərbaycana işğal edib, hər mənada qəsb edib və istədiyi kimi bu ölkəni öz xeyrinə bir ailənin mənfəəti üçün istifadə edir. Bu hakimiyyətin mövcudluğu da Azərbaycanda seçki sistemi ilə bunlar deməli bunu formalaşdırırlar. Əlbəttə biz bunu bilirik, başa düşürük. Azərbaycanda normal seçki sistemi yoxdur. Azərbaycanda seçkilər saxtalaşdırılır. Hətta son seçkilərdə, prezident seçkilərini mən nəzərdə tuturam. Son prezident seçkisi də baxmayaraq ki, bütün göstəricilər İlham Əliyevin xeyrinə idi. Çünki müharibədən sonra da bəzi bu barədə göstəricilər var. Amma buna baxmayaraq yenə də Azərbaycan hakimiyyəti sonuncu seçkilərini də, öz xeyrinə ola biləcək seçkiləri də yenə də saxtalaşdırdı. Yəni Azərbaycanda xüsusən 90-cı illərdən sonra ədalətli, demokratik bir seçki keçirilməyib. Bu seçkilərin əsasən təşkilatçısı isə bu seçkiləri təşkil edən məhz müəllimlərdir. Azərbaycanda müəllimlərin deməli bu yırtıcı, qəsbkar hakimiyyəti iqtidarda saxlaması məhz müəllimlərin vasitəsilə baş verib. Əziz izləyicilər, mən nə zaman yadımda deyil dəqiq dediyim, amma xatırlayıram ki, belə videoların birində belə bir cümlə istifadə etmişdim ki, Azərbaycanda hakimiyyətə ən çox xidmət edən müəllimlərdir və hakimiyyət tərəfindən ən çox təhqirə məruz qalan da məhz müəllimlərdir. Biz əlbəttə ki, müəllimlərin müəllim adı, şərəfli ad, filan bu barədə çox danışmışıq və bu ad əlbəttə ki, müəllim adı əlbəttə ki, bizim üçün əzizdir, doğmadır və müəllim adı müqəddəs addır. Amma Azərbaycanda elə məhz müəllimlərin öz vasitəsilə bu ad ayaqlar altına atılıb, bu ad demək olar ki, öz müqəddəsliyini itirib, məhz müəllimlərin özlərinin vasitəsilə, özlərinin yanlış davranışları və yanlış tərəfdə olmalarına görə bir dənə mala desə və yaxud da bir neçə saat dərs saatının artırılmasına görə müəllimlər bütün o müəllimliyin müqəddəsliyini demək olar ki, ayaqlar altına atırlar. Bunu da qoyuram bir kənara. Amma qayıdıram o cümləyə ki, bəli, Azərbaycanda ən çox deməli hakimiyyəti ayaqda saxlayan ən çox qrup, belə bir qruplaşdırsaq Azərbaycan cəmiyyətinin müəllimlər qrupudur, müəllimlərdir və ən çox hörmətsizliyə uğrayan da məhz
müəllimlərdir. Baxın, Azərbaycan hakimiyyəti müəllimləri hansı vəziyyətə qoyur? Birinci onu deyim ki, bütün seçkiləri müəllimlərin vasitəsilə saxtalaşdırır. Baxın, seçki komissiyalarına, dairələrə, seçki dairələrinə, seçki məntəqələrinə, onların əsas rəhbərləri, oranın üzvləri filan, əksəriyyət demək olar ki, 95%, 90, bəlkə də biraz da çoxu müəllimlərdir. Əvvəla, Azərbaycanda seçkilərin saxtalaşdırılmasını ki, bu vicdan məsələsidir, bu çox önəmli bir mövzudur, seçkilərlə bağlı olan məsələ. Bu, deməli, vicdan məsələsi olan seçki məsələsini hakimiyyət müəllimlərin əlinə saxtalaşdırır. Müəllimlər də dediyim kimi bir dənə mala desə, nə istəyir hakimiyyət onu da eləyir. İkinci, müəllimləri maaşın elə bir səviyyəyə gətirib çatdırır ki, müəllimlər demək olar ki, rüşvət məsələsində Azərbaycanda ən çox rüşvət məsələsi müəllimlərin ayağına yazılır və ən çox rüşvət qəbul edən biz kateqoriyaya yenə də bölsək, yenə də biz bəlli olacaq ki, ən çox rüşvət qəbul edən qrup yenə də müəllimlər qrupudur. Ondan əlavə, baxın, ali məktəblər, orta məktəblərdə elə bağçadan götürək, birinci sinif, ikinci sinif, zibil pulundan tutmuş, süpürgə pulu və s. hədiyyələr filan. Bunlar əslində hamısı adları fərqli olsa da bunlar birmənalı olaraq rüşvətdir. Bunun başqa adı yoxdur. Ali məktəblərdə də eyni qaydadır. Ali məktəblərdə isə biraz ad dəyişir və rüşvətin biraz miqdarı da çoxalır, forması dəyişir. Amma yenə də rüşvətliyində qalır. İkinci çox ciddi bir mövzu ondan ibarətdir ki, müəllimin vəzifəsi, müqəddəsliyi ondadır ki, müəllim öz bildiklərini, öz biliyini gələcək nəsilə, gənclərə ötürsün. Bunu vicdanla etsin. Amma müəllim dövlətdən maaş alır. Azdır, çoxdur, o ayrı bir mövzudur. Əgər azdırsa, bunu etiraz etməlidir. Deməlidir, mənim maaşım azdır, mən dolana bilmirəm və s. Bu ayrı bir mövzudur. Azdır, kimsə indi bugün durub deyə biləcək ki, müəllimin maaşı azdır, nə etməlidir? Xeyr, belə bir şey yoxdur. Əgər o maaşla razılaşırsa, deməli buna razıdır. Razı deyilsə, etiraz etməlidir ki, razılaşmamalıdır, etiraz etməməlidir. Bu tam ayrı bir müzakirə mövzusudur. Müəllimlər bugün məktəbdə öz biliklərini vicdanla gənc nəsilə ötürməlidir, şagirdlərinə, tələbələrinə ötürməlidir. Bu bir mənalı belə olmalıdır vicdanla. Amma müəllimlər nə edirlər? Müəllimlər, xüsusən biz məktəb müəllimlərindən söhbət gedir, orta məktəb müəllimlərindən bu mövzunu xüsusən onlara aid edirəm. Müəllimlər əsasən dərs zamanı dərs keçmirlər və repetitorluq edirlər və hətta məsəl üçün öz hansı sinifdəki dərs keçirlər, həmən sinifdə onun yanına, dərsdən əlavə onun yanına gəlməyən şagirdləri ilə biraz çobud davranırlar, ondan qərəzli yanaşırlar. Bunu kimsə durub deyə bilməz ki, belə bir şey yoxdur. Hər bir kəsin ailəsində belə bir hadisə qeyd olunub. Hər bir kəsin özünün, qohumunun, qardaşının, bacısının, uşaqlarının başına belə bir hadisə gəlib. Heç kim bunu inkar edə bilməz. Baxın, xəbərçilikdə belə bir mövzu var. Əgər bir xəbər əksəriyyət tərəfindən təsdiqini tapırsa, ona əlavə sübutlar ehtiyac yoxdur onu sübut eləmək üçün. Bu məlumatda məhz bütün deməli əksəriyyət tərəfindən təsdiqini tapmış, danışılmış və bu hadisəni yaşayan insanlar o qədərdir ki, biz əlavə bu məsələdə sübutlar təqdim etməyə ehtiyac görmürük. Çünki hər birimizin ailəmizdə belə hadisələr var. Müəllimlər əslində yanına gəlməyən şagirdləri ki, onun sinifindədir, o şagirdlərlə qərəzli davranırlar. Bu müəllimliyin birinci deməli müqəddəsliyini ləkələyir. İkinci də müəllimliyin o vicdan məsələsi var. Müəllim vicdanla öyrətməlidir. Bundan böyük vicdansızlıq ölkədə ola bilməz. Azərbaycanda nə qədər ki vicdansız hadisələr baş verir, o vicdansız hadisələrdə demək olar ki, əksəriyyətində müəllimlər də şərikdir. Çünki vicdansızlığı birinci müəllimlər özləri eləyirlər. Əlbəttə, yenə də deyəcəksiniz ki, sən ümumi danışma, mən ümumi danışmıram. Ola bilsin ki, ölkə üzrə bəzi müəllimlər var, onlar vicdanla dərs keçirlər, onlar vicdanlıdırlar, onlar müəllim adını qoruyurlar. Belə insanların, belə müəllimlərin olması da mümkündür. Biz bunu qətiyyən inkar etmirik. Amma bunlar o qədər azdır ki, o qədər azdır, barmaq sayı qədər, bəlkə barmaq sayını da aşmayan dərəcədə o qədər azdırlar ki, bu çoxluğun qarşısında onlar itib batırlar. Və bizim dediyimiz bu tənqidi fikirlər əsasən Azərbaycanda
çoxluğa aid edilir. Yəni əksər müəllimlər mən dediyim məsələlərə deməli şamil olunurlar. Ona görə bu günləri əgər hakimiyyət sizi 9-dan 18-ə qədər məktəbdə saxlayırsa, heç bir dərs saatı sizə vermədən sadəcə deyir ki, mən istəyirəm siz məktəbdə oturasınız. Yəni bu bir mənalı olaraq hakimiyyətin sizlə məzələnməsidir. Mən bilmirəm, bu barədə də heç bir araşdırma aparmamışam. Belə bir sistem başqa hansısa bir ölkədə varmı? Müəllimin dərs saatı bitəndən sonra bir neçə saatda məktəbdə oturub, yəni nə iş görəcək? Yəni o dərs növbəti günün dərsinə hazırlaşacaq və yaxud da orada tələbələrin təlim tərbiyəsi ilə məşğul olacaq. Nə iş görəcək? Bu bir maraqlı sual bundan ibarətdir ki, müəllim o qədər vaxtı orada nə iş görəcək? Elə müəllimlər var ki, dərs saatları onların azdır, gün ərzində 1-2 saat dərsləri var. Məsəl üçün, axırıncı dərslərdədir. O niyə görə saat 9-dan gəlib oturmalıdır orada? Və yaxud da səhər 9-dan 10-a 2 saat dərsi olandan sonra niyə 10-da dərsi bitirsə bunun, niyə görə saat 10-a 18-ə qədər məktəbdə oturmalıdır? Bunlar hamısı deməli ciddi suallardır və yenə də təkrar edirəm, belə bir sistemin hansısa bir ölkədə olub-olmamağını mən bilmirəm. Amma mənim vurğulamaq istədiyim məsələ ondan ibarətdir ki, baxın, əziz müəllimlər, siz yenə də əzizsiniz, siz yenə də dəyərlisiniz. Amma dəyərinizi qoruyub saxlayın. Siz dəyərinizi 5 qəpiklik etməyin. Dəyərinizi ayaqlar altına tullamayın. Sizə bu günləri hökm eləyənlər, sizi bu günləri barmağına dolayanlar, sizin vicdansızcasına dərs öyrətmədiyiniz, ondan sonra və yaxud da rüşvət alıb ona saxta qiymət yazdığınız insanlardılar ki, indi onlar gəliblər, öz hayflarını sanki sizdən bu formada çıxırlar. Əlbəttə ki, bu obrazlı desəm belə bir vəziyyət alınır. Amma demək istədiyim əsas mövzu ondan ibarətdir ki, hakimiyyəti ayaqda saxlayan müəllimlərdir və müəllimlərdə indi o hakimiyyətin tərəfindən öz cəzalarını alırlar. Allah Quranda və Peyğəmbər hədislərində də belə deməli mövzulara toxunulur və əsasən bu dünyada deməli o insanlar ki, bəzi günahları edirlər, onlar o günahların cəzası həm bu dünyadadır, həm axirətdə. O günahlardan biri də zülmdür. Bu gün həqiqətən Azərbaycan müəlliminin Azərbaycan vətəndaşına gələcəyinə qarşı etdikləri sadəcə zülmdür. Hakimiyyəti saxtalaşdırıb iqtidarda saxlaması, repetitorluq etdikləri üçün deməli məktəblərdə dərsin keçirilməməsi, ondan sonra başqa ümumiyyətlə deməli şagirdlərə qarşı deməli qərəzli mövqeləri və sair məsələlər, bunlar hamısı zülmdür və bu gün də o müəllimlər öz etdikləri zülmün dırnaqarası meyvəsini dərirlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.